Bismillahirrahmanirrahim. İbn Cəhrəş deyir: Həkimə binti Musa salamullahu əleyha mənim üçün bu hədisi rəvayət etdi. İmam Rıza əleyhissalam odun ambarının qapısında durub gizli danışdığını gördüm. Amma kimlə danışdığı görünmürdü. Soruşdum, mənim ağam, kimlə pıçıldaşırsan? İmam Rıza əleyhissalam buyurdu: Bu cinlərdən Amir Zəhrayidir. Yanıma gəlib mənə sualı və şikayəti var. Dedim, mənim ağam, onun səsini eşitmək istəyirəm. İmam buyurdu: Əgər onun danışığını, səsini eşitsən, 1 il hərarətin olacaq. Dedim, mənim ağam, eşitmək istəyirəm. İmam buyurdu: Dinlə. Qulaq astım. Nazik cüyültüyə bənzər səslər eşitdim. Məni hərarət bürüdü. 1 il qızdırmalı halda gəzdim. Onlarla digər hədisdən də məlum olur ki, həm Peyğəmbər, həm də İmam əleyhissalamlar qeyri-bəşər canlıların dilini bilirdilər. Cinlərin nümayəndələri dəfələrlə insan, heyvan və sair qiyafələrdə onlarla görüşmüşlər. Bu cür görüşlər adətən adi adam üçün dözülməz nəticələrə səbəb olur. Lakin imamlar Allahın onlara verdiyi fövqəlbəşər xüsusiyyətlər sayəsində cinlərlə rahat şəkildə söhbət apara bilirdilər. Allah bizləri Peyğəmbər salavatullah və onun paş əhl-i beyti əleyhissalamdan ayrı salmasın inşallah.